Moskvada gizli toplantıda gərginlik. Rusiyaya sərt xəbərdarlıq edildi. NATO ağır cavab verə bilər. Report xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Avropalı diplomatlar bağlı qapılar arxasında Kremlə xəbərdarlıq ediblər ki, Rusiya təyyarələri yenidən NATO sərhədlərini pozarsa, alyans təyyarələri vurmaq da daxil olmaqla sərt tədbirlər görməyə hazırdır. Moskvada keçirilən görüş gərgin keçib, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri Estoniya səmasında 3 MiG-31 təyyarəsi ilə insidentə etiraz ediblər. Onların qiymətləndirməsinə görə bu təsadüfi deyil, Rusiya komandanlığının əmri ilə qəsdən törədilmiş təxribatdır. Lakin agentliyin mənbələrinə görə Moskvada danışıqlar zamanı Rusiyalı diplomat Avropalılara birbaşa bildirib ki, bu cür müdaxilələr Ukraynanın Krıma hücumlarına cavabdır. Kreml hesab edir ki, NATO'nun yardımı olmadan belə zərbələr mümkün deyil. Yəni artıq Rusiya ilə Avropa ölkələri arasında qarşıdurma gedir.